Sizin de bildiğiniz için ben demirler çubuğundan 809 ay evvel mətbəx stolları satan bir insanın Instagram sayfasını idare edirdim və demək olar ki, son 1-2 ay ərzində isə artıq bu işi dayandırmaq qərarına gəldim. Çünki burada əsas problemlərdən biri isə, yəni burada əsas məsələlərdən biri isə bizneslərin artıq reklam etmək üçün, yəni öz məhsullarını reklam edib satmaq üçün artıq bir insanın ehtiyac duymamalarıdır. Çünki artıq bizneslər özləri belə öz telefonlarına reklamları idarə edə bilirlər və artıq mən də bu qərara gəlib yeni bir biznes modelinə başlamaq qərarına gəldim və indi bu biznes modeli haqqında isə gələcək videolarda sizə danışmış olacağam. İndi isə əsl videoya keçə bilərik. Hər gün inkişaf etmək üçün hər gün böyük addımlar atmaq lazım deyil. Bunun yerinə hər gün davamlı amma kiçik addımlar atmaq lazımdır. Və bir insan böyük nəticələr əldə etməsi üçün də hər gün böyük addımlar atması lazım deyil. Və bir insanın öz dünənki vəziyyətdən daha yaxşı olması üçün hər gün kiçik addımlar atması lazımdır ki, o insan öz dünənki vəziyyətindən daha ağıllı, daha intizamlı və yaxud da daha güclü ola bilsin. Çox insan inkişaf etmək istəyir, amma burada istəmək kifayət etmir. Bir çox insan kitab oxumaq istəyir, amma oxumur. Və yaxud da bir çox insan yeni bir bacarıq öyrənmək istəyir, amma bu bacarığı tətbiq etmir. Və yaxud da bir çox insanın məqsədləri var, amma günlük tapşırıq olmadan keçirir. Və bu təbii ki, bir insanı yerində saxlayır. Çünki burada bir insan böyük addım atmaq istəyir, amma böyük addım atmaq üçün mükəmməl bir vaxtı gözləyir. Və sizin də bildiyiniz kimi mükəmməl bir vaxt heç vaxtdır. Və sizə də bunu söyləmək istəyirəm ki, inkişaf bir gün ərzində böyük addımlar nəticəsində yaranmır. İnkişaf hər gün bir insanın kiçik amma davamlı addımlar atması nəticəsində yaranan bir şeydir. Və sizə bunu söyləmək istəyirəm ki, hər gün inkişaf etmək istəyən bir insan günün sonunda özünə bu sualı verməlidir. Mən dünənki vəziyyətimdən daha yaxşı olmaq üçün bu gün nə etdim? Və bu sualın cavabı hər gün dəyişə bilər. Bir insan hər gün 1% inkişaf edə bilər. Yoxsa da bir insan hər gün 2%, 3%, 5% inkişaf edə bilər. Və burada nəticələr dəyişə bilər. Amma burada əsas məqsəd bir insanın dayanmamasıdır. Və bir insan hər gün davamlı şəkildə kiçik-kiçik addımlar atarsa, həqiqətən də istədiyi nəticəni əldə edə bilər. Yəni burada əsas məqsəd bir insanın hər gün böyük addımlar atması deyil, bir insanın hər gün kiçik amma davamlı addımlar atmasıdır. Və bir insan hər gün kiçik amma davamlı addımlar atması üçün, yəni bir insan hər gün inkişaf etməsi üçün 3 addım var. Və bu 3 addımı mən indi sizinlə bölüşmüş olacağam. İlk addım hər gün yeni bir şey öyrənməkdir. Və burada ilk öncə zihni inkişaf etdirmək lazımdır. Və siz əgər hədəfi olan bir insansınızsa, hədəfinizə gedən yolda yeni məlumatlar, yeni şeylər öyrənə bilərsiniz. Və bu bir kitabdan da ola bilər, bir videodan da ola bilər, və yaxud da bir müəllimdən də ola bilər, və yaxud da öz səhvlərinizdən də yeni məlumatlar öyrənə bilərsiniz. Amma burada sadəcə məlumat öyrənmək lazım deyil. Hər gün sonunda özünüzə belə bir sual verə bilərsiniz. Mən bu gün nə öyrəndim? Məsələn, siz idmanla məşğul olursunuzsa, hər gün məşqlə bağlı yeni şeylər öyrənə bilərsiniz. Və yaxud da siz şəxsi inkişafla maraqlanırsınızsa, şəxsi inkişaf kitablarından hər gün yeni məlumatlar öyrənə bilərsiniz. Və hər gün yeni məlumatlar öyrənməkdə əsas məqsəd hər şeyi bilmək deyil. Hər gün yeni məlumatlar öyrənməkdə əsas məqsəd sizin hədəfinizə irəliləyən yolda hər gün yeni şeylər öyrənməyinizdir. Və burada da bir çox insan hər gün yeni şeylər öyrənəndə bunları tətbiq etmir. Və bu da bizi ikinci addıma aparır. İkinci addım öyrəndiklərini tətbiq etməkdir. Və əgər ki bir insan hər gün yeni şeylər öyrənirsə və bunu real həyatda tətbiq etmirsə, bu öyrəndiyi məlumatın dəyəri çox azalır. Və əgər ki bir insan 100 kitab oxuyursa və bu 100 kitab oxuduğu şeylərdən, yəni bu oxuduğu məlumatların heç birini real həyatda tətbiq etmirsə, bu insan real həyatda heç bir nəticə əldə edə bilməz. Və sizin də hər gün yeni məlumat öyrəndikdən sonra özünüzdən bu sualı soruşmanız lazımdır. Mən bu məlumatı real həyatda necə tətbiq edə bilərəm? Çünki bir çox insan öyrəndiyi məlumatları real həyatda tətbiq edə bilmədiyindən heç bir nəticə əldə edə bilmir. Və sizə bunu söyləmək istəyirəm ki, bilik potensialdır, amma tətbiq etmək isə nəticə gətirir. Bir insan öyrəndiyi şeyləri tətbiq edərkən bir çox səhvlər yaşaya bilər və bu tam normal bir haldır. Burada əsas məsələ öyrəndiyin şeyi tətbiq etdikdən sonra əgər ki bir səhv yaşayırsansa, bu səhvi düzəltmək üçün hər gün yenidən çalışmaqdır.
və bu da bizi üçüncü addıma aparır. Və üçüncü addım isə hər gün tapşırıqlar müəyyən etməkdir. Və birinci addımda hər gün yeni məlumatlar öyrənmək, ikinci addımda isə öyrəndiyin şeyləri tətbiq etməkdir. Üçüncü addım isə növbəti gün ərzində isə hər gün yeni tapşırıqlar müəyyən edib bunu davam etdirməkdir. Və sizə də söylədiyim kimi, əgər ki bir insan öyrəndiyi məlumatları real həyatda tətbiq edirsə və bu tətbiq etdikdən sonra səhvləri yaşayırsa, bunu hər gün davam etdirməsi lazımdır ki, buradan artıq gözəl bir nəticələr əldə edə bilsin. Və əgər ki bir insan hər gün sonunda özünə bu sualı verərsə, həqiqətən də inkişaf edə bilər. Mən bu gün tapşırıqlarımı reallaşdıra bildim, yoxsa yox? Və bir insan hər gün 3 dənə vacib tapşırıq müəyyən etməlidir. Yüzlərlə tapşırıq müəyyən etmək lazım deyil. Sadəcə 3 dənə ən vacib tapşırığı müəyyən edib, bu tapşırığı reallaşdırmaq lazımdır. Və hər gün bir insan bu tapşırıqları reallaşdırdıqdan sonra özünə bu sualı verirsə, həqiqətən də inkişaf edə bilər. Və əgər ki bu 3 tapşırığın hansını reallaşdırırsa, bu çox gözəl bir şeydir. Amma bu 3 tapşırığın bəzilərini reallaşdıra bilmirsə, növbəti gün yenə də həmin o tapşırığı müəyyən edir və o tapşırığı reallaşdırmaq üçün hər gün enerjisini o tapşırığı reallaşdırmaq üçün sərf edir. Və təbii ki, bu da bir insanın inkişafına yol açmış olur. Və artıq siz nəticəli olaraq siz bir insanın hər gün inkişaf etməsi üçün 3 dənə sadə addımı öyrənmiş oldunuz. Birinci addımda bir insanın hədəfini irəliləyən yolda hər gün yeni şeylər öyrənməsi lazımdır. İkinci addımda isə bir insanın öyrəndiyi şeyləri real həyata tətbiq etməsi lazımdır. Üçüncü addımda isə bir insanın öyrəndiyi şeyləri real həyata tətbiq edərkən, əgər ki səhv yaşayırsa, bunu növbəti gündə tapşırıq olaraq müəyyən edib, bu tapşırığı reallaşdırmaq üçün enerjisini sərf etməsi lazımdır. Və təbii ki, bu bir gün ərzində reallaşacaq bir şey deyil. Bunu hər gün, hər həftə, hər aylarla bunu təkrar etmək lazımdır ki, bir insan öz həyatında, öz məqsədini irəliləyən yolda inkişafını görə bilsin. Sağ olun, özünüzə yaxşı baxın, gələcək videolarda isə görüşmək ümidi ilə.